Növbəti suala baxırıq. Lövhəyə deyir 5 ardıcıl natural ədəd yazılıb. Bu ədədlərdən biri silinərsə, qalan ədədlərin cəmi 99-a bərabər olar. Silinən ədədin rəqəmləri cəmini tap. Bunu təbii ki, yəni bir növ düşünmək olar. Məsələn, hansı 4 ardıcıl ədədin cəmi 99-a bərabərdir? Və ya öz yolu ilə getsək, belə bir şey yaza bilərik. Tutaq ki, birincisi n olsun. Ondan sonra n üstəgəl 1 ardıcıl dediyinə görə n üstəgəl 2, n üstəgəl 3, n üstəgəl 4. Və bunlardan birisinin isə cəm nə olmalıdır? 99 olmalıdır. Burada diqqət yetiriləsi məqam nədir? Burada diqqət yetiriləsi məqam nədir? Məsələn, mən n-i silmək istəyirəm da, düzdür? N-i silsəm nə olacaq orada? 4n üstəgəl, yəni yerdə qalanları hesablayıram. 4n üstəgəl 10 olacaq. Və bu bərabər 99 olsa, 99 çıxaq 10, 89 eləyəcək. 89 böləcəm 4-ə natural ədəd verməyəcək. Deməli, burada silinən ədəd n deyil. Yəni, bunu dəqiqdir, bunu öyrəndik. N üstəgəl 1 ola bilərmi? N üstəgəl 1 olsa, burada 4n üstəgəl, deyək ki, 9 eləyəcək. Yerdə qalan ədədlərin cəmi. Və 4n üstəgəl 9 bərabər 99 olsa, 99-dan 9 çıxsam, 90 eləyəcək. 90 da 4-ə bölünmür. Yəni, natural ədəd eləmir. Əslində bölünür, amma natural olunur. Bu da bizə lazım deyil. Onda deyək ki, 4n, məsələn, burada 99 idi. Buradan n üstəgəl 2-ni silsəm mən, yerdə nə qalacaq? 4n üstəgəl 8. Bu da orada tək ədəd olacaq, natural ədəd verməyəcək. N üstəgəl 3-ü yoxlasam, qalacaq deyək ki, 4n üstəgəl. Yerdə qalandan cəm nə eləyəcək? 3-ü çıxsam oradan 7 eləyəcək. 4n üstəgəl 7 bərabər 99. Burada artıq, bəli, tam cavab çıxacaq natural olaraq, yəni 99 çıxaq 7, 92 olur. N bərabər buradan 23 olur. Deməli, birincisi 23-dür. Bizdən silinən ədəd istəyir. Yəni, n üstəgəl 3 istəyir. N üstəgəl 3, 23 üstəgəl 3, 26. Rəqəmlər cəmi də 8 olacaq. Bu sualda D variantı düzgün cavab.